Üst formalar başlayır 60'dan. Baxın yan görüntüsünə. Ayaqları deyirdiniz, yandan göstər. Sağ ol canım, teşekkür ederim. Gördünüz yan görüntüsü necə belə çötkü gəlir. Eğer mükemmel dırnağın olmağını istəyirsənsə, pulova deyib getməlisən mükemmel ustanın yanına. Yoksa doludur 15-20 manata şeylər. Kim deyir onu? Mən deyirəm. Hə. O yazan var deyib bir nəfər. O qiymətə şey mi olar? Hə. Mən deyirəm kim deyir onu? Onu mən deyirəm. Mən alana bax, elə bir şey sağ kitab edib, rovno 20 manat atıb. Bu, deyirəm, bəlkə orada komissiya tutulacaqdı. Çox da heç nədir. Bilirəm, məndə pul var. Maaş varmısa? Hə, 10 günə nə qələt edib demişəm ki, maaş almışam. Daha 3 gündür xanımızı məndən şey deyir. Pul istəyir. 10 manat, 15 manat, 10 manat, 15 manat. Tərəzilərlə əkizlərin pul bədxərcliyi olmuyor da. Özümdən biliyorum. Bədxərcəm o. Mən də eləyəm, heç vaxt pul yığa bilmirəm. Mən heç vaxt pulum olmur qartda. Yerimdən durmamış pul xərcləyirəm. Dəqiqə. Salam, tərəzidir xanıma. Sən danış, bu yerə özüm atdım onda. Yorulmayasın, çox sağ ol əzizim. Vermişəm, vermişəm özüm. Mən bir də tərpənsəm. Bir dəfə tərpənsən, belə bir ki, həyat. Rahı versin verirsin burada əsiri. Gördün mü? 6'da bulmama lazım. Vardı. Nə səbiyyə buldun ayda bir dənə o? Ne olar kıza bir dənə çay ver də istə. Bir dənə çay verərsən. Baxarsın yaxşı günə lak ama yox, lak Erenindir. Nəzirin lakıdır inşallah canlıda deyil. Ne var? O da mənim məhsullarımdan götürüb işləyər, heç olmaz aşı doları. Bir dəfə çəkiləcək qızlar, çünki bu 2 dəfə çəkiləsi lak deyil. Dəhşət pigmentasiyası sıx lakdır. 2 dəfə çəkilsə açılırqa verə bilər. Ona görə bunu biz ancaq və ancaq bir dəfə. Bir dəfə. Amma gözəl lakdır, ona görə üstündə oynayıram bunu. Üstündə oynamağı tələb eləyən lakdır. Aman tanrım, ya Rəbbim, ay Allahım. Milan gəlib götürəsən, gələ qızdırın. Gəlməyəcək aşkım. Mila git hava görünə deyir ömrüm. Git. Canı ağrıydı ayla. Deyəm. Qoy ipini açım. Qoy əl aparatı. Nasıl lakdır? Erenin lakıdır. Git hava görünə deyir. Heç o hala nə deyirsən? Gidiyorum, hala gəlir üstüme. Eren'in lakıdır, Eren. İndi təmizləmədim mən bunu dibi. Hə, bir dəfə çəkməklə qaç. Çünki pigmentasiya sıx lakdır ona görə. Elə laklar var, onlar bir dəfə çəkilir. Elə laklar var, onlar 2 dəfə. Bunlar biraz apasna rənglərdir, bilirsiniz. Qış rəngləri ümumiyyətlə yəni apasna rəngdir. Sənin bala zat var nəhlət. Eren 28, bəli. Adan gördün az o nömrəsi. Sənin gözün nədir? Bəlkə deməyəcəkdim nömrəsi. Ama yandım. Yandım, ay aman, ay aman. Yandım ana. Mina yere değil baksız 100 manat takmıştım. Doğru dedim, ona hırdalı oldu, hırdaladı.
Sıra saat 2 görürsə saxladı. O Xalif nə qədər bilir. Çox fırıllaq adamcılarla. Ne dedim bəs Zavra? Dedim o xırdalaya bilərsən. Biri 90 isim atımı qalaq kartı atıb dedim elə. Atarcık ailəsiz. Yo yeməm ağzımda. Hər ağzımda daxı. Elə. Ağzına yemək onu danışsan. Mən ağzına yemək onu danışamıram. Mən səni danışa biləm. Bir dəfə elə Səbaha yanında işləyən vaxtlarım idi. 2 dənə qız gəldi həmişəm, orada binada qalırdılar da. Bunlar da mən acımdan ölürlər. Yemək yeməyib gəldilər də. Gəlib bir qız pul verir ki, get nəsə bir şey aldı mağazindən. Bu da gedib nə alsa yaxşıdır. Nə alıb? Balıq yoxdur, İyi gələm. qablarda konserva. Getdim alıbdı, çörək satdı, alıb gəlibdi. Oy, onu ilədi. Hələ mənə də verirdilər. Deyirəm, qurban olum, yalvarıram. Müştərilə işləyəm. Xoşum gəlmir mənə bağda. Yox, yetişib qalsın. Deyirəm, istəmirəm. Bizdə hamı işdə yiyəndir, yəni burada. Adam var ki, məsəl üçün yemir də, ancaq gizli şeylərə pul verir. Biz atışıb alırıq hər şeyi. Kim bişirdi, yeyirik. Kimin işi yoxda bişirir. Mən ac qalanda mənim başım işləmir. Halbuki çəkmə var, elə bir ki, yiyən deyirəm. Arığam, amma belə özümdən ac olanda beynimə heç nə işləmir. Mən ac olanda söz deməyəsəm. Yəni, köş elə mən də yiyim, amma kökəlmir. Nədir? Pis nə işləməm ağı dibini çox. Ay Nəzrim, valla demişdim evi canında sən yox uydun. Dedim ki evi yoxdur, o da mənim vaxtımı götürər işlədər, başqa məhsullarımı işlədər demişdim. Sən yox uydun canında, ancaq da hər şeyin üstünə gəlib çıxır. Dəymədi. Qoy. Dəymədi. Oğru tutuldu. Jalə, səsimi çıxartma. İyi. Ünvan əcəmi. Valla törətdiyim əməldən peşman deyiləm. Çünki çox qəşəngdir. Ne güzeldi. Renk super. Renk super. Teyzem bilmirdim valla. Ya, özümüz biz birilerim hatırlamayın. O kızıma yananın yüreği. Bir. Eğlenin hakkı doğurramışam uşaqlar. Səsinizi çıxartmayın. Törətdiyim əməldən heç peşman deyiləm. O bir dırnaq ustamızın haqqını uğramışam, əcəb eləmişəm. Yeni olsa yeni eləyəm. Əsas o işim ürəyimci olsun. Silərim dizi. Rəngini neçə qat olacaq? Bir qat. Rəng bir qat. Nə verdin ona? Deməli, uşaq xəstəliyə qoymuş özün bədənində. Acından ölürmüşüz. Halsızlıqdan eləymiş acını. Mama mənə də 2 sənə evladın olsa, ana bala o qədər yatarsa uşaq acından ölər. Sağ olsun, necəsiz? Analar olur, yatır uşaqla günah durur. O ana mən olacam, bax. Uşaq acından qusacaq. Verəcəm aparıb nənəsi baxar, heç nə olmaz. Nə vaxtsa da, indi evlənəm. Ailə, mənim uşağım olsa verəm, sən baxarsan. Elə bir səhvə yol vermə. Geçdin mənə dedi ya Allah. Dedi elə səhvə yol vermə. Deməli mən düz yoldayım. Deyirəm, burada güzgün qabağına oldu. Çünki ben tırnaklardır deyip başlarım olur. Sevir. Adamı öldürməmişəm, kiminsə söyməmişəm, maşını getməmişəm, yaxşı eləmişəm deyir. Bu da elədi. Səni bu soyuq gəldiyimiş kimiyəm. Sabahçıdan ağayırım ki, sən bacarsan o şeylə. Valla mən törətdiyim əməldən peşman deyiləm. Heç kimi söyməmişəm. Yaxşı eləmişəm. Bu nələ çəkildi biz? Kaş bizim kendimize, konfetimize, nəsə şirniyyatımıza, nəyimizə olsaydı.
Yığılıb canlıda baxırıq. Heç dərsə gəlmirsə, bu dişim yatmır yoxdur. Ha, yoxdur valla. Mən konfet xoşlamıram axı. Mən də xoşlamıram, qənd xoşduram atı. Mən də qənd xoşum, qənd də yoxdur. Ay Allah, sən də mənim üçün, başım mənim kimi işləyirsən. Uy, bilirəm ki, mənim müştərilərim, mənim tələbələrim mənə heç vaxt az qoymaz, sərişdir. Uy, uşaqlar, inanırsınız, sizə bir şey deyim. Allah'ın olsun, ondan ötürü antı içirəm. Amma dilə ehtiyac var, varsa bahat. Uy, nə gözəl şeylər içindən. Alaşdım. Kimsə, niyə? Margarin dadı gələn, iyi gələn heç nə yemir. Hə, uşaqlar, mənim müştərilərim, tələbələrim, hamısı mənim yanıma belə şeylərlə gəlir. Elə bir adam görməmişəm ki, mənim yanıma əli boş gəlsin. Çünki mən onların əlinə baxıram gələndə. Yanımdan deyirəm, sən baxmamışsın. Ayca, bu bir sən nə dadır? Nə? Məktəb vaxtı üstü belə xətti belə biskvit kimi yeyirdi, klofdan adı nə idi? İndi var ya, prosto o dadı verir. Projik. Hə, nəsə belə sarı kağızda orada, karestimdə belə şeylər. Pampam. Kopya o dadır bu. Yiyiklə, çayı bir rahat içkinə. Ah, nətər acımışam. Pampam, hə, pampam. İndi də vardı onlar satışda. Dadı o deyil. Bakının dadını vermir. Amma bu onun dadır. Sən bir də ye bax bunu. Quran haqqı gör, mən dediyimə gələcəksən, çox dadlıdır, ye bax. Uşaqlar, göz haqqımızı halal edin, nə olar? Varsa baha ehtiyac var. Hadi edin. Ayda, eynisi deyə, mən var məktəb vaxtlarıma. İyi bir dənə bax. İyi də onun şeylədir. Necə eyni dadır. Sabah saat 1'də. Aa, üstüme düştü. Ağzıca da mı? Sen almışsan, ne bunu? Bu rəvani alırız. Bu rəvani sen almışsan. 100% sənin işindir. Az mən cırtdanı bilsən niyə yeyirdim? Cırtdanın arasında belə şey çıxırdı. Özdən mən onu məktəb baxdım. O pampanın da arasını bölüb yedim ki, ged qutarsın. O cırtdanı da arasını bölüb bir ayrı yedim. Ona bütöv yiyəcəsində 8 olsa hər bir halda qarnıma gedəcək. Ben de öyle yedim. Hə, vafli də vardı yanımda. O da vaflini yemişəm, bu indi çatır hələ mənə ki, bu var orada. Deyirəm bana, bizdə kuxunada heç vaxt şirniyyat En çok əskiyim. sevdiğim, həmişə bağçaya gedən o mənə alırdı, ya bağçadan qaydanda alırdı. İndi bir korjik, o belə günəş formasında. Hə, Kariş verəndə bir dənə bu, amma onu belə yemişəm mən indilərdə, o dadı vermir. gelin fırçası budur. Bizdə heç vaxt kuxunada əski olmur. Nəsə qutaranda özümüz də alırıq. Məsəl üçün bizdə heç bir işçi, nə mən, nə digər qızlarımız fərqi yoxdur. Bizdə kimsə kiməsə deməz ki, sən ged al, və yaxud da bu dəfə mən aldım. Əksinə hamı bizdə tərsinədir. Nətər? O deyir ki, az nə oldu da? Yəni mən nəyəm ki, mənə deyirsən alma. Məsəl üçün bizdə belədir. Qızlar mən özüm, onlar özü heç vaxt pul xərcləməyə xainlik edən deyilik. Qoymaraq ki, bizim kuxunada nəsə əskilsin də o şirniyyat, konfet barəsində. Bizdə müştərilər də elədi, tələbələrdir. Mənim əvvəl yanımda işləyənlər şoka düşürdü ki, yəni sən müştərilərin necə belədir. Deməli, bir dəfə müştərim gəlib, indi o qızla aram çox yaxşıdır. Bu salonu təzə açmışam, bir dənə qızıl gül gətirib mənə. Mən qızıl gülün aşağısına fikir verməmişəm. Elə qızıl gülü götürdüm, çox xoşum gəldi. İynədim, dedim çox sağ ol da, diqqətin üçün. O qızıl gül belə mənim üçün bir diqqətdir. Mən biraz elə şeylərə çox diqqət edəyəm. Nəysə, bunu götürdüm. Koydum yanıma, dedim ki şeydir də, Allah ürəyinə görə verir. Həqiqətən burada işləyənlərin hamısının ayağı rüzgülüdür. Nəysə, dedim ki şeydir, çox sağ ol da, bəs mən diqqət edəmsən, gətirmirsən falan filan. Sən demə, bu yüzlüyü rozvəyətdə gül gətirib, yüzlükdə rozvu daxı. Reyndə bağlayıb aşağısından sallanır, fikir vermirəm mən ona. Görmürəm axı, ləçəyin altından sallanır. TikTokda paylaşmışam onun səhifəmdə. Mən də götürdüm, çəkiliş eləyəndə gördüm aşağısında 100 manat pul var bunun. Dedim, bu nədir? Dedim, bəs sən elə bildim tək qızıl gül vermişəm sənə. Dedim, Allah hamd olsun, mən o yüzlüyünü görməmişdim də orada. Yəni, o qədər aram yaxşıdır ki, biri də mənə BMW sevdiyimi bilirdi ya, BMW-nin dəmirdən 35 manat verib şeyin alıb. İqruşkası var, BMW İqruşkası maşını. Deyir ki, onu deyir, maşını götürəndə deyir, əvvəl sonra eləyib paylaşasın. Deyirəm, ay qız, 3-cü maşında əvəz yoxdur.
İlk dəfə maşını BMW aldım. də həvəsli olacaqlar atan. Hə, BMW-ni çox sevirəm. Məsələn, alınanda atada, qardaşda maraqlı gəlmir o maşınların heç biri mənə. Oturanda belə zövq almıram onlardan. Sən görək ancaq özümün. Halbuki özümün olub mənim o. Atama da Özün verdim. sürəsən kimisindən də. Prosto sürməyə görə yox, özümün olub, istəməmişəm deyə vermişəm onu. Mən əslində ilk dəfə sevdiyim maşın elə Hyundai idi. Hyundai-da almışdım. Amma sevmədim də, yəni ağlım yenə qaldı birinci istədiyimdə. Baxdım nə qəşəngdir, gördün? Nazik ikisinin adı Amordur. Seminarda veriləcək hər bir bizə hədiyyə olaraq. Aysel, canlıdasan, niyə çevirirsiniz? Balans yaransın, çox qəşəngdir. Ay, üstü peçenye olub. Heç amma silərik idi. Probnik olaraq qoymuşam ortaya. Model ödənişli ödəyib 5 azın. Çünki təkmilləşmə tələbələridir məndə. Deyil qızlar, sıfır kursları deyil məndə. Yəni ustalardı, sadəcə mənim öz texnikamla işləyirlər. Dünən onlar bir French icra elədilər. Çox qəşəng idi də, yəni həqiqətən mən gözləmirdim ki, ilk dərsdən ikisi də o cür Aysel də, Rəvanə də ilk dərsdən elə French çəksinlər. Mən paylaşıram, Allah'ın dostu mənə yazırlar ki, yalandan deyir, göstəriş verib onlar deyirəm ki, mən tələbəyə dərsi bilsin necə keçirəm, qocandan da deyim. Mən bir dənə barmağı göstərirəm, amma müştəri götürmürəm. Yəni deyim ki, məsəl üçün tələbəni burada qoyuram, gedib müştəri işləyirəm, heç bir söz deyə bilməz, heç bir tələbə eləmirəm o şeyi. Amma başlarının üstündə də dayanıb durmuram. Birincisi bildiklərində itirirlər. İkincisi də mənim göstərişimlə olunan şeylər sabah gedib çətinlik çəkirlər, işləyə bilmirlər. Onun üçün mən bir dənə barmağı göstərirəm. Deyirəm ki, pis də olsa özün tək başına birini elə. Pis də olsa, amma bir dənəsi. Gəlib baxıram, səhvin varsa düzəldirik, yoxsa davam edirik. Mən sənə deyərəm, çıxarsan yaxşı. Yaxşı oldu. Lak Eren'dir. Eren'in 028 nömrəsi. Eren firması. 028. Eren mağazada bitəcək bir ən. Təkmilləşmə kurslarımızda qiymət 4 günü 300'dür, 6 günü 400'dür. Bir kartla da keçərlidir ödənişlər. Yəni bir kart vasitəsilə də yazıla bilərsiniz kursları. Faizsiz bölüb yazıla bilərsiniz. Benden sonra değerini kimse biçemez. O tozlu yolları tek başına geçemez. Üst formadı yox, tipsi qaynaq. Lakı göstərə bilərsən. Eren. Hayda, damarım üstə çıxdı. O irəcəkləm gedir qıçımda. Of, zor oldu. Həqiqətən də zor. Hələ bunun üstündən bir şey göz eləmək istəyir. Buna bir şey göz olacaq. Misfitdə hansı nömrə bilən varsa deyilsə zəhmət olmasa. Bu məncə Misfitdə eyni belən içinəsi yox. Misfitin belə lakları biraz açılıq meyilli olur. French fırçam Amor'un 12 mm olanıdır. Bizdə ayın 28'i bilirsiniz. Üçlü master bir arada böyük konferans salonunda seminarımız var hanımlar. Arxa masalar 50 azeyndir, ön masalar 100 azeyndir. Bakı Merkuri City'də keçiriləcək. Qeydiyyatımız gələn həftə bitir artıq. Orada 2 mağaza tərəfindən hədiyyələrimiz var. Onun içində həmən bu Amor'un kistləri də hədiyyə olaraq qoyulub. Mən onu yəni özüm öz cibimdən alıb hədiyyə olaraq qoyuram ora. Yəni ödədiyimiz məbləğin içərisində. Və Domex firmasının məhsulları hədiyyə olacaq. Yəni Domex'in məhsulları bilirsiniz də ucuz məhsullar deyil. Liboy bir mağazaya yaxınlaşsaz, küçüklə yağları belə yəni ucuz deyil. 9, 10, 12 manat aralığında satılır. Çünki onlar sıradan məhsul deyil. Nəhayət ki. Orada həmən bu istifadə edədiyimiz məhsullardan hədiyyələrimiz var. Sən xoş gəldin sən. Sən nə Herkese, yok bizde herkese eyni. İstəyir arxa masa olsun, istəyir ön masa olsun.
açıq bufet hazırlamışıq. Coffee break, yəni özünə xidmət. Orada 20 dəqiqə, 15 dəqiqə fasilə məsafəsi veriləcək. DJ-miz olacaq. Onda biz zalın özündə düz belə deyim, mənzərəyə, şəhərin mənzərəsinə baxan bir kofe yeri hazırlamışıq. Coffee break yeri özünüzə xidmət olacaq, açıq bufet olacaq. Bütün çay içən, çay, kofe içən, şirniyyat götürən, konfet götürən fərqi yoxdur. Götürür, gətirir masasının üzərinə. Bizdə belə sıra ilə düzülmür. Belə deyil. Bizdə belə yumru masaların ətrafında oturacaqsınız. Yəni hər kəs monitoru rahatlıqla görə biləcək. Və həm belə deyim, çay, kofe özünüzə xidmət zövqalalı olacaq, həm də ki, texnikaları izləyəcəksiniz. Yəni da səhərdən axşama qədər mən gəlim oturum orada, acından, susundan, ürəyim üzülsün, əşi tez bitsin, gedim söhbəti olmayacaq. Bizdə qatılanlara bizim akademiya tərəfdən təşəkkürnamələr hazırlamışıq. Sertifikatlar, 3 masterin imzası olan sertifikat hazırlamışıq. 2 mağaza öz məhsullarından hədiyyə hazırlayıb. Biz özümüz kofe break hazırlamışıq. Ödədiyimiz məbləğin bilsəz otelə nə qədər pul ödəyirəm. Mən deyəsiz ki, ziyana gedirsən ki, xeyrin yoxdur da, yəni. Və 3 dənə fərqli ustadan 3 dənə fərqli texnika öyrənəcəksiniz. Hər şeyini də biz orada bilirsiniz. Seminarda ümumiyyətlə heç bir şey gizlətmirik. Çünki orada bizim minusumuz nələrimizə gizlətmək. Ayın 23-dədir, amma qeydiyyatımız üzümüzə gələn həftə dayanır. Çünki biz otelə adam sayı qeyd eləməliyik öncədən. Onun üçün məcburuq dayandırmağa qeydiyyatı. Son 2-3 gün qalmış deyə bilmirik də. Onlar artıq yeri onda başqasına vermiş olur. Mən də oranı danışmışam deyə. Yəni kofe içdiyiniz zaman mənzərəni görsəz ki, hara baxır, alov binalarına baxır. Çox qəşəng mənzərəsi var. 3-cü mərtəbədir. Belə zalın qarşı tərəfi şüşədir. Bildiniz necə? Orada da elə bir ki, yumru belə masalar var, ayaqüstü masalar. Onların üstündə kofe break hazırlanıb, açıq xidmət içində, yəni açıq özünə xidmət kofe break hazırlanıb. Amma oradan götürək, içən orada içəcək, içməyən gəlib öz masasının üzərində hazırlayacaq özü üçün. Çox qəşəng əslində proyekt hazırlamışıq. Hardadır? 4 ulduzlu otelin konferans zalında baş tutacaq. Yəni salonda falan deyil. Amma bu Erenin 028 nömrəli Gellakıdır. Təşəkkür, mən də olmuşam seminarda, amma başqa tamam fərqli bir seminar idi. Orada da elə eynən. Nə seminar idi? 1 saat falan gözlədim. Bizdə şeydir, gəlmək istədim. Çox qəşəng olacaq. Bir dəfə keçirdim. Axşamınız xeyir. Mən bu ikinci araba dönməliyim, uşaqlar oynayın məktəbləri. Hə, şəhidin şəklini görürsünüz siz. Şəhidin sesini. Hə. Uşaqlar oynayan məhəllədisə 100% oradır. Skoter sürürlər uşaqlar. Yox, içindən uşaqlar. Birinci giriş yox, ikinci giriş. Hətta transformatorun arxasındakı giriş yox, ondan sonraki giriş. Qardaş sizsiniz. Yox, mən deyirəm çıxsınlar. Trendy'den super. Qiymətin deyərsiz zəhmət olmasa nəyim? Seminarda arxa sıralar 50 azendir, ön sıralar 100 azendir. Bizdə xüsusi çəkilişləri hazırlamışıq. Yəni mən onun üçün adil pul ödəmişəm də. Yəni ki, bir dənə rolik verilməsin bizə. Fotosessiyalar və 5 dəqiqəlik video rolik danışmışam ki, hər kəs orada düşsün də qəşəng paylaşa bilsinlər səhifələrində. Bir də bunu hər dəqiqə keçirə bilmirik, bilirsiniz. Çünki burada summa böyükdür. Zaten otel işin bilənlər bilir ki, orada başqa mərkəzlər kimi 100 manat, 200 manat verib yer keçirsən, orada 2500-ə yaxın pul ödəyirik. Biz görüntü ekranda olacaq. Böyük monitordur. Yəni xırda monitor deyil. Zalın ümumi monitorundadır. Sevdiyim dümdüz dırnaq, heç Apex sevmirəm də, qəşəngdir, hə. Necəsən Nərgiz? Ünvan nəyin ünvanı? Mənim ünvanım. Yəni salon tərkibində deyil. Konferans salonunda keçiriləcək. Hər şeydə yüksək səviyyədə hazırlanıb. Biletləri də yəni masa nömrəsinin üzərində adlarınız qeyd olunacaq deyə biletləri kassadan orada əldə edəcəksiniz.
Yaxşıyam, sən heç zaman maşallah yaradırsan, hər şey çox sağ ol canım mənim. Lakı göstərə bilərsiniz. Erenin lakıdır. Eren 028. Bu ilin trendidir bu lak. Məsələ burada tipsi deyil, məsələ pilka işidir. Məsələ minimativ nədir? Onda olmaqda deyil. olmaqdan. Deyirəm, dur, rədd ol da mina. Sən nə bilirsən o sözlər nədir? Get dırnağımı düzət də. Nərgiz demişəm, get şoruvu sat da. Sənə lazımdır o sözlər. Amorun lakları əla işlədirik biz mərkəzdə də. Özüm müştərilərə də çox qəşəng, çox razıyam Amorun laklarından. Həqiqətən də yaxşıdır. Yəni biri var nəyəsə xatir deyəsən, bir də doğrudan yaxşıdır. Get şoruvu ye. Get şoruvu ye. Sənə lazımdır. Varaviskoy söhbətlər. Ay, rəng nə gözəl yaraşdı. Maşallah, saat neçədə olacaq seminara, inşallah gəlmək istəyərəm Bərdədən. Qatılmağınız həqiqətən çox qatqı verəcək sizə. Mən heç vaxt heç kimə məcbur eləmirəm heç də, amma əminəm ki, mən oradan xırda bir görüntülər paylaşanda hamı deyəcək ki, kaş qatılardım. Çünki seminarlar sizin beyninizdə başqa bir cür formalaşıb. Yəni gedəcəm, məsləhət görürsə, məsləhət qaraşım. Belə butonlar da yaraşır ona. Yəni mən salon sferasında keçirmişəm seminarları, amma bu başqa bir formatda hazırlamışıq da. Bildiniz, bu ildə bir dəfə, 2 ildən bir keçirə biləcəyim bir seminardır. Çünki dediyim gibi burada düşür yazım, indi düşdü. Burada böyük summa var deyə hər dəqiqə biz o seminarı keçirə bilmirik. Əndə saxlaq, tərəfdə saxlaq. Biz onu keçirəndə yəni hər şeyi gözə alıb keçirik. Məsələn, adam sayı qane eləməsə bizi belə, mən onu öz cibimdən gözə alaraq keçirməyi keçirdirəm, yəni təşkil edirəm ki, mənim üçün fərqi yoxdur. Türk verirsizdir. Nə? 10 dəfə yazdım. Dırnağı sıxırsınız, bəli. Üst formaya oxşadı ya dırnaqlar. Salam can, tırka verirsin. Heç canlı var, Mənim tırka ehtiyacım yoxdur. Çünki qrupda mənim qatılan o qatılan qızlar qrupa girib baxsalar adam sayını görürlər orada. Başqalarının çətinliklə yığdığım mən öz WhatsApp-ımdan, məndə elə bir WhatsApp-dakılar yazılandan sonra mən şeylədim də, Instagramda sponsor reklam qoydum ki, çata bilməyən kütləndə məlumat olsun. Zaten bizdə ora otel limit sayı qoyub, ondan artıq götürə bilmirik. Mən onu, Allah şahiddir ki, təkcə nə, WhatsApp-ımdan, mənim qeydiyyatımdan 30-dan yuxarı adam keçdi, tək WhatsApp-ımdan. Onlar da mənim çox söz tələbələrim idi. Niyə? Çünki onlar bilir ki, heç vaxtım mən, necə ki, məhsulun yaxşısını sizə dediyim kimi, o şeyində pisin demərəm. Pis olsa gedin danışın, harada istəyir ürəyiniz danışın. Bir şey ediriksə, orada yəni məsuliyyəti gözə alır. Güclə saxlamışam özümə gəlməyim deyə, amma bir tərəf deyir ki, o sənin işin üçün yatırımdır. Mən şəxsən işim üçün elədiyim heç vaxt heç nəyə pis olmuram. Burada belə mən düşünmürdüm ki, yəni bu qədər adam yazılacaq. Çünki tək başınayam. Təşkilatçılığı özüm edirəm deyə tək başına onu yığmaq çətindir o adam kütləsin. Özdə o məbləğə. Mən onu gözə alaraq elədim ki, ən pis momentdə cibimdən ödəyəcəm, amma istədiyimi keçirdəcəm. Çünki bunu yüksək səviyyədə istəyirəm mən. Sıradan istəmirəm. Hər şeydə danışmışam. Qiymət nə qədər? Arxa sıralar 50'dir, ön sıralar 100'dür. Bizim Aynursan, tələbə Aynursan, diqqət çəkirsiniz. Orada tək mən deyiləm, axı mən olsam tək deyərəm ki, qızlar olsa kursumda olmuşsunuz da, qoy, nəyə gəlirsiniz yəni. Amma sizin Aynur, Aynur, orada tək mən deyiləm. Orada məndən başqa Röyə xanım da, Şahanə xanım da öz texnikası ilə iştirak eləyəcək. Mən onlara özüm təklif eləmişəm ki, mən seminar keçmək istəyirəm və seminarda sizin də texnikanızı görmək istəyirəm. Ayla. Qapını niyə açıq qoydu Ayla?
Alo. Arxa Alo. neçənci sıra? Eyni iş əslində şeydir, nə mənada eyni şeydir. Yəni eyni monitordan görürsünüz, sadəcə qabaq sıralara bizdə qızlar ona görə qatılıb ki, həm monitora biraz yaxın olur, həm də çəkilişdə qabaq sırada çox gedir ona görə. Maması ay can. Salam ustaların şahı. Necəsiz? Canım mamam. Ay can. Ayla. Qapını ört də nə olar? Aslında başı bağlıdır, elə bilir biz eləyik. Sən eləsə mən yox. Qapını bağladan nə olar ay bacı, öldüm ax soyuqdan. Qeydiyyatdan indən geç aynı. Çünki ay bacı qapını bağladan nə olar? Soyuq deyə. Sənə soyuq deyil, mənə soyuqdur. Onda niyə qapını açıq qoymuşsan? Gələcəm inşallah. Yaxşı. Maması qızın nişanına hazırlar. Can, xoşbəxt olasan həyatım. Xoşbəxt olsun belə. Bir qat. Hamı ürəkdən desin, xoşbəxt olsun bəylə gəlin. Onu yox, bütöv qoyun. Kızlar salak şokolad rəngi hansı dedim deyir ki, kızlar salak olmayın. Çiz tuzuk. Kızlar qatınlaşım necə düzəldim. Qaynar suya qoy. Mən ama kvadrat işləməyi sevirəm. Yox, mən də minval sevirəm. Bir şey deyil. Cavan yaşda qaynələdim. Sən tək xoşbəxt ol. Bütün qızlarımız xoşbəxt olsun. İnşallah. Rəbbim heç birinizi peşman eləməsin. Heç bir qız gedib boşanmağa məcbur qalmasın. Kistin altı nədir? Hə, mama. Ver. Minval daha büyük. Ay, mama. Bu ne mənim üzüm adı böyle? Sən nətər ona sonra? Ama yox, mən məzəleniyorsun mənimlə. Anneler mezelenmeyi bilmezler. Ayda, qulağım necə qaşınır. Deyəsən bu, mənim qulağıma şey verir ya ondan. Ne deyirlər ona? Ne? De bu. Aliyə. Heç vaxt vermir, daha indi nə oldu ki? Organizmim dəyişdi. Qızıl dövdiyədir. Ben kızım tanımamış işlerim. Az anam gör nə bişirib uşaqlar. Az öpürəm sən əllərindən az, ayağının altını görüm az. Anam, cənnət ananın ayaqları altındadır. Cənnət anam pişirdiyi yeməkdədir. Tatlı olur da ayla. Cənnət də gözəl bir şeydir. Yaltaqlıq edirəm də, deyəm mama yemək pişirdiyi. Hiç danışma. Ayla xanım qutardı Miloş. Ayla xanım bugün yorulur. Salam tipsidir. Özümüz tutulama kim yapar? Ben üşümüşüm. Ayla bu rəngin üstündən pişik gözü eləyir. Pardon. Bunun, qaranın, karisevinin. Pişirsin. Bunu yüklə Mika şeylə bir həftəlik pulsuz abunə verir də. Prosta sonra App Store-a girib orada abunəlikdən çıx ki, bir həftədən sonra şey eləməsin, pul çıxmasın səndən. Heyf olacaq. Görə nətər olacaq ki, bir yerdə eləyək görə nətər olacaq. Çox da qəşəng olacaq. Nədir bu? Dırnaq. Nə görsən oradan da? Şeylərin qırılsın səndə. Herkesi izliyoruz. Ayla da başı işləmir. Ne programı dediniz? Bu ya Allah, ağzımızdan bir söz çıkmaz. O dakika hamısı soruşurlar. Burada ciddi söhbətlər yapıyoruz. Bəlkə biz gizli bir proqramdan pul qazanırıq. Ne programı da bu? Mən də deyirəm. Bu şəkillər düzəltmirsən, yenilə aid falan. Pullu. Yok pullu istemiyoruz artık. Bizə pulsuz şey lazım. Mən pullu deyib, hələ ki bir həftə pulsuz vermirlər. Hə, mən də o şey eləmişəm pulsuz. Bilsən nə? Kapkut var. Hə. Bir həftə pulsuz ona qoşulmuşam. Sonra təzədən bir həftədən sonra çıxmalısan ki, səndən pul çıxmasın da, şurasıdır ki. Tuta bilməyəcək. Çünki ora kart hesab etməmişəm. Nə? Bu qısalacaq olsun. Hə.
Ver mənə bunu. Bir dənəsini eləyim, baxın, birdən peşman olaram. Ver o birisini. Ona görə demirəm, deyirəm mən dəydirmişəm 100%. Sən eləsən də mən bazarırsan, ver belə görüm. Bu lokumdur, lokum, məncə də lokum. Cangi. Duymursan da sən. Sen duyuyorsun. Qaşıqsın da. Yo, eləməz. Dayanın, bilmirsiniz siz bu nədir, dayanın. Salaklar, bilmiyorsunuz nədir bu. Siz bilirsiniz nədir bu. Çok uygun, çok uygun. Çok yığılma. Çok yığılma. Yığılmadı. Bir damcı yuxarı qaldı. Yo, istədiyim olmadı. Gözdə bunun şeyin istiqamətini dəyişim. Çünki əyri tutdum əlimdə, maqnit əyri oldu. Yo, istədiyimi vermədi, deyəm. Olmadı. Yaxşı dedin, yaxşı dediyim kimi. Yaxşı dediyim kimi. Gözüm ayılır yüreği, ay dünya. Az bu niyə belə eləyir bu maqnit? Bu başı mənim kimi işləyir. Bəli. Bak. İşte bu. İşte bu. İşte bu. İşte ben bunu deyirdim. İşte her öldüğü yerde. Türkü. Gördünüz, demişdiniz pis olacaq. Gördünüz? Mən ama demişdim elə olmayacaq, çox qəşəng olacaq. Əslində mən də sonra demişdim. Kimi də ingi korluyur. Hani yəqin ki o dırnağa qoymağı fikirləşmirsən o mahnını. Yəqin ki o mahnını dırnağa qoymağı fikirləşmirsən. O bəyəkləri telefon zəngində olurdu o. Yox, birisi. Hayır olmadı. Luna necə geldi? Mənim get Luna'dan soruş da bax. Mən Luna'yam sənə. Devam ki. Çok güzel oldu. Koy bunu. Devam ki. Hoşuma gelen de ben. Bak eldeyim de bu hem. Hı? Kim at? 1 manat 50 qəpik. Çölde gördüler magnet tapsa. Bir saniye gidelim buna. Qoymadık nə Kanka. Buna bak. Güneş battığı yerde. Senden ben. Kanka 5 dakika sonrası acil beni aradı ama çok önemli bir şey olmuş diye ben de oradan kalkayım. Peki durumun aciliyetini ona göre rol yapacağım çünkü. Ay kanka çocuk aslan sarmalı ve eve gidelim muhabbeti yapıyor. Yani. Okey. Sen şimdi hoparlör açıyorsun ve... Sen hemen ol. Gördüğü gibi diyor ki 5 dakika sonra ben seninki eve gibi şey gibi. Sen sana o yazmasın. Vay da vay sen o. Ben buna yığıp desem ki 5 dakikadan sonra... Benim 5 dakikada sonra sevgiyle şeyde eve geldi. Allah, ben sana yıksam ki 5 dakikadan sonra ben sen gelip üstten 5 dakika geçirse aile yazacak. Hayatımdan çıkıverir. Həqiqətən də ailə ilə padruqadı adama. Deyirsən ki, mən 5 dəqiqədən sonra falan yerdə zəng elə. Bu uzaq tutuşma giriş verməsin. 5 saatdan sonra qayıdıb deyirsən ki, səbəb demişəm ki, ona yatıb yuxudan duranda. Ailə demişəm. Mama mənə tapşırıb ki, çölə qoy da. Toyuğu çölə qoy, bişirəcəm aşağı qoy. Bir də ailə deyirəm, işə gedəndə dəsmalları özündən apar da, sən maşınla gedəcəksən. Qoy. Niyə nəsə yaxşı? Gəlib işə etsin. Ayla, buna bax. Adətdə sandaşlar bunu görə bilmir, Allah haqqı. Onu yarıdan çək gördükcə olur. Yo, belə qəşəng, nə yarıdan Ucuna. Çox Bir gözəl. də ucuna çəkdir. Ay, çok güzel oldu ya. Şey eləmirsən maqnit. Maqnitdə də səy görmürsən, məsələn. Maqnit olmasaydı olar.
Salaklar kimi sevilir. Ayla maqnetsiz nətər oynayır eləncə? Mən niyə zəbləşdirirsən? Ay tərəzi. Dedim belki təzə soktu, lakı vurursa. Görmüşsən, bütün magneti buna vururlar, sonra çəkirlər. Görmüşsən onu? Nəyə vurulur? Magneti elə bir şey bunu əlini hissə vururlar belə. Sağ sol elə, sonra çəkirlər. Sən balayacaq magnet uzatdın. Sən maqneti uzadıb da. Eləcə də nə olacaq? Zamandı dırnaq, həqiqətən də qəşəng oldu. İndi axırda vəbşə qəşəng. Uclarında biraz qalınlıq var. İndi ona bir dənə muşla altdan aparata vururam, nazili olur bir dənə nə? Cipsi qaynaq. LDM-in lakıdır, pişik gözüdür. Mən LDM-in pişik gözlərini çox bəyənirəm. Həqiqətən bu firmanın Liboy pişik gözü çox qəşəngdir. Yəni bu əlimdəki qablaşmasının çox qəşəngdir. Hətta sizə bir şey deyim. Deməli bunu alırsınız istənilən bir rəngin və yaxud da sel rəngin. Alın. Bu pişik gözü qırmızı lak var ha. Bax onu altından içdiyin qırmızının üstündən onu, üstündən də bir dənə qırmızı vitraj çəkin. Bir dənə səviyyə olacaq. Bir dənə səviyyə olacaq. Bahalı gedib o pişik gözlərinə pul verməyə ehtiyacımız qalmayacaq. Çox qəşəngdir vallahi. Benim oyuncağım oldu bu. Aşağıya olur. Ne oldu? Parmağım değdi. Ona değdi. Ona değdi. Zəlil qalın ya. Sən indi oynam düzəltmişdim onu. Gözüm değdi. Ay sağ ol, sən öz gözümdəydi. Mən heç eləmədim. Oy pişik gözü elədiniz. Məqsədimiz o soydu da. İstədiyin göstərəcəm sizə. İlk dəfə də müştərinin istədiyini onu eləyirəm. Həqiqətən ilk dəfə də eləyirəm. Həmişə eləmirəm. Dedim o kız benim gedib orada burada deməsin ki, mən eleştiriyim elə belə. Siz görmürsünüz. Əslində bunlar kamerada burasını görüb, burası. Əslində bu yuxarı qaldıranda başqa cür onu. Tam göstərəcəm imzalında sizə. Vaxt neçəyədir baxmaq olar. Bilmirəm neçəyədir valla. Çünki bu da mənim deyil. Çünki bu da benim deyil. Bir nəfər bir dənə sual bəlkə 10 dəfə də Nə deyir? yazır ki, lakının yapışqan təbəqəsini niyə silirsiniz? Yapışqandır deyə. Çox əslaya cavab oldu. Nə bilim, niyə silirəm? Biz özüm də bilməm niyə silirəm. Silirəm də elə. Üstü toz olur, batır çünki. Hə, açıqlayacağım. Mən o seminarda deyərəm sizə. Nə deyirsən, deyir o kursda deyərəm söhbətdə də, yəni. Canlıda seminara yazılmaq istəyən xanımlar, görürəm yuxarıdan Allah yazdığınız mesajları WhatsApp-da. Burası çıxım sizi əlavə eləyəcəm. 4.50 deyəsən. Həqqı, gedim LDM-ə deyim ki, LDM. Hadi bunlar nə 4.50, nə danışırsan? Gedim deyim ki, LDM bəy qardaş, mən niyə başqa ustalar kimi reklama işləmirəm ki, bu boydan 300 nəfər alazdı, 315 nəfər bu lakın keyfiyyətinə baxır. Bax, ucuz və keyfiyyətli. Başqa yerdə 15 manat verib pişik göz alacağımızda sizə metod verirəm burada. Mən də gedim deyim ki, LDM bəy qardaş, bunu reklama işləyək. LDM bəy qardaş 5 manatdır. Əqliyim, mən bilmirəm, biz özümün də ölçün ki. Kız da işte kızlarım da. Ay Allah, çok güzeldi. Bu benim oyuncağım oldu. 5.50. Şimdi ben hansınıza inanım sizi. Like fırıldaklar. Hansınıza inanım. Ay çok güzeldi böyle. İnşallah gideyim ben. Ya bu benim oyuncağım oldu. Ne kadar güzel ya. Neyle kadar? Tüpür içine bir az buraya bunun üstünden çekirsen de. Kareçi üstünden ya. Kızıma yananı direği. Ama tek özünün rengi de çok qəşəngdir. Hə. Aynen yalnız görmən. Nefslərdə 2 manat 50 qəpik. Məsələn sən gedim onu nefslərdəki yerinə əməkdaşlıq edək. Baxlara görə piş gözlər bildi həftədə xana görə. Kaçına gidip məhsul gətirsəm adım alarsınız, almarsınız, qurtuluğunuzdan almarsınız. Deyirsə, oy, o kim daha sonra adına çıxan məhsul? Kim daha da? Əfsanə, qızıma yananı, əfsanə də zalda yazır. Neyin ama, sağlığı görüm, bundan da yaxşısını alaram. Nənə demişlər, əfsanə. Neyin ama, sağlığı görüm, ondan da yaxşısını alaram. İtdi bu qıraqdakı, sağ tərəfdəki.
İndi geldi. Yine itti. Özünü apara bilmir bu. Asiye oldu. Biraz yukarı kaldırsan əla olacaq. Üstüme gelerek gücüyle bu canlıda oluyor, özünü itirir. Yukarı kaldırdı. Elə bir Ay salak bak görsel ramsı. Görsel. Neyime lazımdı ya, sağlığı görüm ondan da yapsınlar bana. Kaşenk oldu. Buna bir dur bizime bakır sana verir bu. Frens kimi alınır? Hello, Frens kimi alınması için eləyəcəm indi bax. Xoşum gəldi bunu diye. Silim pozum yazdım. Sadəcə divə gitməliyim ayarlam. Mağazı bağlandı. Sen Solide'ye gidemezsin. Solide'ye getirdim. Dedim ah sen Solide oldu. Sabah gelip alarsın. İşte sıvalar bir şey yerime. Maaşını alıp diyene bilmir hara xərcləsin. Qıdırdan qiyməti özün yeri bahay diye açtım sen 30 dedim. Bax, French olmaq üçün belə eləyirlər onu. Həqiqətən də qəşəng çıxdı, sağ ol aşkım. Bax, napnayzi yığırsan bir yerə, bax. İşləmədə özü bu dəqiqə bıraxırsan. Mən nətə canlıda bir abr eləyirik. İyi belə, nazik. Ne oldu şu yeni şey oldu da. Aslında öyle şey olmadı, zarafat edirəm. Eləmişəm o French kimisin. Ya, yandan geleceği diye bu. Diye buydu. Nömrəsi 15015'ti. Çift seni. Bu hansı kaşatıdır. Kaşatı ne daha? Piş gözü. Kaşacı. Pişiğin gözü. Pişiğin bu meselede. Sen de bakalım. Diyen. Ay, çok güzel oldu değil mi? Seni beğendim. Tipsi eldeyimdi. Ekran beğenin. Oy ayda, oh my god. Diler bak. Bak kızlar bakın tipsi kaynak olasan özü bu türe mükemmel apa. Yani ben bunu çekip paylaşmak istesem inansız bu düşmeyecek. Yani bu efekti vermeyecek. Düşmeyecek zaten. Özün çekip atarsın. Ne güzel sen. Sen tipsen özünü niye isforma gibi aparırsan. Şişlik daha. Bu üsttekidir, bu da alttakidir. Türkün mesele belə. Əladır. Çok qəşəngdir. İndi mən ona çəkəcəm bir dənə Enigma'nın topum. Ver mənə. Ay, çok güzel. Sen de porselen koy şişsinler. Bili. Şişi. Bir qat çəkdim. Sizin yoktu çünkü sizin pulunuz yoktu. Çok sıpsız. Kızlar ciddi almayın ha, ben həmişə beləyəm yani. Ümid mən işimi ciddi almayı da ciddi almırlar mən. Melek lakın için öldü. Mələk deyil də, mələk diyor, öyrən də az nə mələk? Meleğin de var axıyla qablaşdırması. Haqqı, bilmirəm ki. Sizi yanınızda adam qocalmaz. Az elə yəvi, mən Allah huyumu suyumu kurusun benim. Saat 6'dan danışırdı. Sən saat 6, həqiqi 6'dan danışıram. Hələ bir yarısında gözüm bağlı olanla danışmışam şeydə. Şprikdə. Ayla, bu çok güzel oldu. Ya, bu hafta da kırmızıya yazdı bayram altısı. Eyni bunun kırmızısına. Komşular beni de alın yanınıza lütfen. Tozu geçti. Bak. Bunu hardan mı taktınız? Neyi? Hardan buldunuz? Instagram'da. Yine hanım beğenmediği urusların sesi. Az uşağımın başına niye vurursan? Xəstədir o. Mən reski qoluma vurmayla iş görürəm. Ben de getiriyorum kapı görürüm. Oy mama kat. Çok kötü oldu. Oy mama kat özde. Oy.
Bu günləri bir qalmış yerim. Mən də yedim ondan. Vermişdi zavcıda, mən də aldım əlindən yedim onu. Bir dənə lezzetlidir. Diyeta yazılır. Hər gün səhər oyanır, deyir bütün diyetadayım. Yok, tırnağı değil. Çok bir nefer yılmışsınız, mən deyir tırnağımdı. O boyda bizi kaynak işlemişim, öz tırnağlarla. Mən vəziyyətim ara yedim. Niye bu boyda əziyyət çəkirəm, mən deyir tırnağıdır. Ay ben sağlı sizin alsa mən tutacağım yoktu. Telefon işığın arasına koymuşam. Peki ben kasıbam, kasıb. Kasıb. Ona görə mən uzun saxlayıram. Dırnaqları görsəm 70 dəfə ayaqdan bir qalamışam uzun. Bence bunu da bir damcı kırk olacağım. Nəyin uzun? Zad eləmişəm də ucunu. Eləmişəm onu. Parmağım eləmişəm ucunu. Texnologiya. Hədi deyirəm, texnologiya. Tələbələrimi də baş özüm kimi işləyirəm. Bir yazı bura ki, texnologiya. Səriş, eyni mənim bax başımla işləyirsən başın. Çay falan gedir. Pozitiv çay falan. Uşaqlar, sabah model lazımdır. Gəlin sabah sizə bundan model eləyək. Bundan, eynisindən. Bundan vereyim, ne vereyim. Ay yandım ana. Pirip nə sürəm, niyə yandırır? Bir nafarım komşu. Uyandırır bu. Da sən onları yedi zilmətdən bitər elədin. 2 ay qalır bacı elə. Aslı. Zarafat elə. Ben fəxr edirəm ki, sənin kimi oxuyamadım. Mənim üçün başım işləmir. Buna fəxr edirsən. Sənin kimi işləsin. İşləyirəm, tələbəm də. Hə, işləsin, başım mənim kimi işləsin. Çay qalır, hə. Ha, şeysən, Quliyeva sənsən? Çünki WhatsApp profil şəklinin elə bir ki, odur mən səhv eləmirəmsə. El deyimin bir şey gözdür. Deyəcək gəlir, dəqiq deyəcəksən gəl. Allah ki, eləyəcəm, gəl. Allah gəl deyirəm, eləyəcəm. Vallahi deyirəm, eləyəcəm, gəl. Bak, yarından sonra deyəcəm ki, mən elə söz deməmişəm. Bax, başım ağrıyırdı, ağzıma gələni danışmışam deyəcəm. Bunun bir də belə nazikliyinə baxsınlar. Şey vurmamışam, ha, top vurmamışam hələ. Əsminə xanım, nömrəsi 015. Bunun bir də nazikliyinə baxın, belə eləyəndə. Da baxın. Sana gələcək ki, qırılıb. Zarafat edirəm, heç vaxt mənim işimdə qırılma oldu. Çünki stres ona düzgün işləyəm. Ekran kaydı aldım. Sübutla gələcəm. Baya Allah iş verən deyə qız. Gözləyəcək, görsəmə düz deyir. Mən həmişə hansı tırnağı bəyənirəm, eşqlə, məhəbbətlə eləyirəm. Səhərsi gün nəsə bir şey olur o dırnağı. Onda eləmə. Öz gözüm dəyir özdə. Onda qırılsa mənlik dövbər başdan deyirəm. Xahiş vaka görə hansı rəngdəki qoymaq nə fərqi var ki, görüm. Yaşın nə fərqi var ki? Hə, enik mantovqatı bunun üstünə oturdu axı. Elə bir ki, yəni nə bilim, anası bunu buna doğub elə. Yazıram sən, yaz, yorulmayasın. Sağ olun, xanımla səhifəmə yeni indirim. Sizin işiniz əladır. Çox sağ olun. Hansı tipsi yaxşıdır? Həm kvadrat, həm mindala, soft. Məsləhət görəsən, egzemalı əllərə dalını oxuyamadım. İstəyirəm. Gəl, ünvan aradır, əcəmi. Bir gün bu, bütün bir gün, 3 gün ard-arda tipsi qaynaqlarını qoyacam, hamısı otusmatdım. Gözümdən gələndə qoyma ki. İndi o sənin korreksiya vaxtına salacam da. Sırf sənin görə korreksiya vaxtına salacam. Az. Deyirəm özümü. Yazım, yaz. Hara yazsan, niyə yazsan ki? Hə, model kimi. Sabah gəlir sizə hamımıza bundan nəzirin lakını qutararıq sabahlar. Nəzirin lakını sabah qutararıq. İşlədi görəsən, özlə nə edirəm? Girəm otağa gedib, otaqdan şeyi uğrayıb gətirirəm. Nədir? Pirsipkanı. Götürüb çıxana yaxın görəm, qapını açdı, girdi içəri. Deyirəm, əfsanə verdi, dedi ki, götür. Əslində yazır əfsanə, məsələdən xəbəri yoxdur, heç.
softdur. İkisine o gelir. Lakınızı satırsınız. Az yoxunuyorsa oturamaz öyle ömrüyü. Hissiyatı ki, hər yerdə var da. Əslində mən olar, buna pay verməli də. Yox, uşaqlar. Lak burada 2 dənə lakdır. Baxın, budur. Biri 015 nömrədir, LDM-im. Altdan işlənən, bu birinci qırmızı olandır, Eren. 028. Yaz ora. Bax, Eren 028 altdan işlənir. Üstdən işlənib LDM-in 015 nömrəli gel lakı. Şu muhafizeleri hakkı gece sabah seleri klipledim. Soyuqdan burnuna. Aspırnığım fırtığım dökme üstümüze diyen göre bir tarif ver. Bayaqda sən burnumu 8 əməkdən söz deyirəm. Ben fırtığım uşaq vaxtı bilmir. Ha? Nəzərlər? Allah uşaq vaxtı elə eləyirdim. Soruşuram nəyi? Hansı məsləhət görsəllərə, egzam alərlərə, nə bilim, nə məsləhət görməm. Heç nə, məsləhət görmürəm hər şey. Məsləhət verən yerim xarab olur. Sabah Tırnaqdan saat. sonra Levankov. Levamakol. Levamakol. Uzun sözlər deyəmirəm mən. Uşaqlığımdan eləyəm. Qaşıntını dayandırır, həm də əlləri səsməyə qoymur. Yedim gəldirdiniz. Ay Allah, üzürü say bacı. Softun ağzı tipsizi qırmızı qablaşma. Göstər daxı. Xamda dırnaq ustasıdır, əvvəl olub. İndi başqa işlə məşğuldur. İş verənliyi. Ay, bu bildin. Bir oradan bildi. Bir nasıl başımdaki icabdan utan, ona sözümə yaraşdırırlar. Sabah saat neçədə? Bir, 2 yazdı falan bir cavab yazımda. Nətər yazım? Cavab yazamıram ama cavab verə biləm. Peki sabahlarım saat 11'də oldu dərsiz, bilmirəm hələ. Baxır mənim keyfimə. Söhbətə var. Bax, pulunuzu ödəyəndə belə olur. Siz düşürsünüz mənim dalımca. Özüm zarafat edirəm. Az sizin başınıza dönərəm. Sizinlə mən yorulmuram həqiqətən dərsdə. Dipsi qaynat. Alan qocalmaz, keyfsiz olurayım. Çünki mən alan yoxdur. Özüm deyirəm, mən getmirəm. Allah bu nə lakt nömrəsi deyən göstərəcəm. Allah sənin duavı qəbul edir. Başqa şey arzulayardım da salak. Bax aşkım, bu altından işlənilib. Erenin 028'i bu. Skrin elə tezə böyle göstərməyəcəm Allah haqqı. Tez ol. Hızlı. Bu da üstündən işlənilib. Nömrəsi 015. Tez ol. Göstərməyəcəm sonra. Aman tanrım, ya Rəbbim. Gözündən girəcək birazdan. Mən sizə bunu belə göstərəcəm, bir dənə ona baxarsınız. İndi öz aramızda qızın əlləri də qəşəngdir. Bu mən indi qartmış əlləri eləsədim belə olmuyor. Səsim düşdəyə başlayır. Düz bir həftə başından mənim səsim getməyir. Az mən nə səslər eşidirəm bir həftə boyunca, sən can dayan gör. Məsələn sən, nə səslər eşidirsən? Harda işləyirsən ki sən? İşte telefonla danışanlar yəni qışqıra bağıra danışırlar ona görə. Qulaqlar örgəşir. 5 saatında şəhərlər necə oxuyursunuz? Başqa telefonumla. Super. Dağların başı yok. Ay, Allahlar qız dünyaya gətirib, ay, ürəyim tutdu. Sonra da elə gecikdirsən. Görsən bu gözəlliyə görə gecikdirəm də, nağarım. Bir var yola verim tez-tez, qalın, çobut. İndi bu uzananda özü görəcək. 1 qram olsun onun dırnağında çobut daşım olmayacaq. Necə qoymuşam o formada da uzanacaq. Vallahi deyirəm, olmayacaq. İnanırsınız, mən inanmıyorum. Neçəli deyir belə dırnaq? 50 manat. Azın? 50 manat. Əslində düz deyir də, mən 2 dəfə işləmişəm. Bir dizayn var, oldu 50 manat. Pişik gözü LDM'dir, amma tək pişik gözü işləməmişəm də. Altından başqa rəng işləmişəm. Dəymə dəlim. Yox, hədə. Dəyən kimi sələdim arasa. Mənim əlimdə dəyə bilməz o. Qoy. Of, dırnağa gəl. Qırıldı bu işə. Topqat budur. Ay başım dönür, əlimdə işim var. Nə olub, dolursan? İngilis dili
yoxdur, sən də görmürsən, lap altdakı free yazılarına basırsan, bir həftə pulsuz verir. Rentisiyə qədər düzəlt, bir həftədən sonra yazarsan mənə, öyrədərəm. Ne olacak? Ne kadar güzel. Ay. Silməyi də gözləyirəm. Ne mesela değil. O deyir ki bilmirdi o. Sen dedin diyor gözünü yandırdın. Gelip yandırmamışam gözümü. Olsa yine de bile de yani bir ara bu deyir çünkü nəfdə axlı var. Başka hiç ne dememişim. Ömür boyu böyle yandı lelün. Tutuya da özüm dedim. Ben sen başa düştüm hala. Elimi bütün koydum. Yapacağım. Bilen. Diyan telefonun üzerinde ne kadar toz var. Yani bir yiyip içim yığıştırmıyorlar gözler. Tutuk ayağında ucuna diyor. Az oradan tık WhatsApp'ın gözlerini. Göstərsin də, nağaram ki. Nağarım gözələm dana. Gözələm dana. Allah'ın gerisine düştünüz. Ben ne oldu? Yine talebeler gelemeyeceğim. O birisini de bütün koy kurusun. O birisini koy bütün kurusun yemelidir. Bence de şaka bir dokşamırsan Allah bu. Merhaba. Sana şakan bir dokşamır. Elə mi ya? Kuyruk ve yanında tırnak olacaklar değil mi bunlar uşaklar? Bunu təbi hara qoyursun? Böyle tırnak olacak bunlar. Bayıldım. Ben de bayıldım. Yıkılacak yere indi baş ayak olacak. Yarı görmez. Diyem. İcazə versən bir dəfə də uzun Afrika varım, yoxsa qalsın? Kökündən eləməzsən dırnaqlar. Yox, nə istəyirəm? Bu uzu var bu. Bunu istəyirəm ki, bu belə sərt qalsın. Sən də olsa da yeyib gedəcək. Bu qəşəng 400 qaldı belə. Çəkilişdə də qəşəng düşür. Pişik gözü qapını göstərir də sikin edir. Gedin pişiklərimizin gözünü çıxardın, yapışdırdın ha. Hiç zarafat oldu. Ya bir de bir tane dışarıda. Oo. O bir 200 olur. Səbəmi vermərəm mən onun etkimə. Bu rəngin üstündən vurmuşam, deyə olsa doktor. Çox şit zarafat elədim. Gülün pərt olmayayım, gülün pərt olmayayım. Xərə gül, gül pərt olmayayım. Yok. Sadece başka şeyler. Yok. Ya o bir başka şey oldu. Yok. Evet, kulak. Semdarın nasıl getirersen baş Yarı gör. Akelde de semdarın bazı vermezler icazə orası almağa Milan. Yoksa yaparardı Milan dur. Ay ya ne boylama bir günü daha yaxtarla Milan'ı vermeye. Bahçede şey gəlir. Ne gelir? Üzərlərə girirsə yuxarıda bax nömrəni yığa bilirsən məsələn. Çok fərqli bir şey yani. Vermene göre. İnanırlar, motorlar da gəlib. Dünyanın neçə vaxt edib dərdim oydu ki, mən bir dənə o gəlsəydi ora. Bir olmayı. Onlar da incə düzlü çıx tərəf tapın. Düşüblər bu WhatsApp-ın SSC-lərinə. Onlar oradan nə qədər pullar qazanır. Ağlımız olsaydı bizim də olar ki, biz o pulları